Allah Bəni İsraili üstün yaradıb. Əzizlərim, əvvəlcə gəlin bu videoya baxaq. Allah Kur'an'da yazıp ki İsrail övladları ben üstün olarak yarattım. Neyse buna benzer bir cümle var. Daha ne isteyirik? Məni tanıyırsınız ki, mən əsla məsələləri hansısa şəxsə bağlamıram. Bu fikirləri söyləyən insanı da şəxsən tanımıram və onunla işim də yoxdur. Sadəcə bu videodakı fikirlə əlaqədar çox sayda yazdılar mənə. Cənab hərbi ekspert öz fikirlərini təsdiq formasında desə də, buna bənzər cümlə var deyir. Məsələni Qurana gətirdiyi üçün mən də özümdə vəzifə bildim ki, buna bir aydınlıq gətirim. Onun nə danışdıqları öz fikirləridir və hərbi ekspert gəri ixtisası olmayan məsələlərdə ehtiyatlı və həssas olsun. Necə ki, mən hərbi ekspert kimi rəy bildirsəm, necə görünərəmsə, o da dini məsələdə rəy bildirəndə elə görünür. Bəni İsrail kimdir? İsrail oğulları deməkdir. İsrail kimdir? Yaqub Peyğəmbərin ləqəblərindəndir. Bəziləri deyir, İsrail Allahın qulu deməkdir. Bəziləri deyir, gecələr yol getdiyinə görə Yaqub Peyğəmbərə belə deyilib. İşin bunda deyil. Bir sözlə, Yaqub Peyğəmbərin övladlarından artıq Bəni İsrail formalaşıb. Bəzi mütəxəssislər qeyd ediblər ki, Bəni İsrail aradan gedib artıq. Antropoloji olaraq varlıqlarını sürdürə bilməyiblər. Necə ki, Qurandakı Yahudili, Nəsranili və s. terminlər də demək olar ki, müasirlərindən fərqlənir. Quranda tənqid olunan Yahudili, Nəsranili sadəcə dini inanca aid edilir. Xalq və millət nəzərdə tutulmur. Məyər Nəsrani adlı xalq var? Yox, ideologiyadır. Allah bəşərə eyni motivli din göndərib. Bütün peyğəmbərlər eyni şeyi təbliğ ediblər. Bu adlar zamanla formalaşıb filan, filan, filan. Əgər məqsəd müəyyən xalq olsaydı, ağır sözlər müəyyən xalqa deyilsəydi, necə ola bilər ki, eyni nəsildən olan qövm arasından peyğəmbərlər də çıxıb? Axı, Bəni İsraildən peyğəmbərlər, salih insanlar, peyğəmbərlərin artıcıları da olub. Yaxşı, Quranda Bəni İsrailin üstün yaradıldığı qeyd edilibmi? Xeyr. Bu fikir kontekstdən çıxarılıb. Gəlin nümunələrə baxaq. Bəqərə 47-48-də oxuyuruq. Ey İsrail övladı, sizə bəxş etdiyim nimətimi və sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın. Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almaz, heç kəsdən şəfaət qəbul olunmaz, heç kəsdən əvəz alınmaz və onlara heç bir köməklik göstərilməz. Gördük ki, ayə təhdid ayəsidir. Niyə ki, tərif? Üstün yaratdım yox, üstün tutdum. Yəni sizə xüsusi nemətlər vermək səbəbi ilə. Bəqərə 122-123-də də eyni konteksti məsələni oxuyuruq ki, orada da qeyd edilib ki, sizə bəxş etdiyim nemətimi və sizi bütün insanlardan üstün tutduğumu xatırladın. Daha sonra Allah Taala təhdid etməyə başlayır. Ali İmran 33-34-ə baxaq. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini aləmdəkilərdən üstün etdi. Aləmdəkilər burada deyərkən yenə də insanlar nəzərdə tutulur. Biz bilirik ki, Adəm, Nuh və İbrahim peyğəmbərlər Bəni İsraildən olmayıblar. Quran deyir ki, İbrahim nə Yahudi olub, nə də Nəsrani. Yəni bu üstün tutmaq məsələsi hamı kimi Bəni İsrailə də öz dövründə verilib müəyyən nemətlər səbəbi ilə. Ali İmran 42-də oxuyuruq. Bir zaman mələklər demişlər, ey Məryəm, Allah səni seçmiş, paklaşdırmış və dünyanın bütün qadınlarından üstün etmişdir. Burada üstünlük Məryəm xanıma nisbət verilib. Maidə 20-də oxuyuruq. Bir vaxt Musa öz qövmünə belə demişdi. Ey qövmüm, Allahın sizə olan nemətini xatırlayın. Bir zaman sizə peyğəmbərlər göndərdi, sizi hökmdar və ixtiyar sahibləri etdi və heç bir bəşər övladına vermədiyini sizə verdi. Bax, bunlar xatırlatmalardır. Yəni filan nemətlər verildi sizə. Və siz cavabında nə etdiniz? Sonra Musa peyğəmbər onlara tapşırdı ki, müqəddəs əraziyə daxil olun. Sözsüz ki, itaat göstərmədilər həmişəki kimi. Dedilər ki, sən və Rəbbin gedin işinizi həll edin. Özü də Rəbbini. Allah da dedi ki, bu torpaq 40 il onlara haramdır. Yer üzündə, yəni bu səhrada sərgərdan gəzib dolaşacaqlar. Bu günahkar cəmaata görə qəmgin olma. Günahkar cəmaata. Niyə 40 il? Bir ehtimal var ki, ondan kör nəsil dəyişməli idi və yeni nəsil onların yerinə gəlməli idi. Bir də Ənam 86-da oxuyuruq ki, müəyyən peyğəmbərləri aləmlərdə üstün tutub Allah. Yəni gördünüz, bu üstün tutmaq məsələsi təkcə Bəni İsrailə aid deyil, digər peyğəmbər və şəxslər də buna aiddir. Bir daha nəticə gördüyümüz kimi Quranın heç bir yerində yoxdur ki, Allah Bəni İsraili ən üstün ilk kimi, nə bilim, bəşər kimi və s. şəkildə yaradıb. Yox, əksini demək iftiradır, Allaha yalan nisbət verməkdir. Quranda heç bir xalqın, irqin, nə bilim, kimsənin digərindən üstün yaradıldığı qeyd edilməyib. Üstün olan ən təqvalı kəsdir. Belə bir adam qaradərili də ola bilər, ağdərili də ola bilər, şərqli də ola bilər, qərbli də ola bilər. Müəyyən zamanlarda müəyyən kəslərə müəyyən nemətlər verməklə xüsusi diqqət göstərilib. Üstünlük vermək Allahın diqqəti deməkdir. Lakin daha sonra bu nemətlərin başına nə oyunlar açılması Quranda qeyd edilib. İndi açar ayəyə baxın.
Ali İmran 110'dadır. Ayədə müsəlmanlara xitabən buyurulur: Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də var, əksəriyyəti isə fasiqlərdir. Deməli, İslam ümməti müəyyən şərtlər daxilində ən xeyirli ümmət adlandırılıb. Ayədə ərəb deyilmir, əcəm deyilmir, türk deyilmir, ümmət deyilir. Bir ideologiyanın ətrafında birləşənlər. Nədir bu ümmətin şərtləri? Allaha iman, yaxşılığa dəvət, pislikdən çəkindirmək. Daha sonra kitab əhli də qeyd edilir ki, Yahudilər, Nəsranilər və sairələrə aiddir. Deyilir ki, onlar da iman gətirsəydilər, yaxşı olardı onlar üçün. Çünki onlar Həzrət Məhəmməd sallallahu aleyhi və aleyhi və səlləmi peyğəmbər olaraq qəbul etmirlər. Lakin Allah deyir ki, onların arasında da iman gətirənlər var. Yəni nə Yahudilər, nə də Nəsranilər və başqaları tamamilə pislənmir. Onların arasında mömin kəslərin də olduğu qeyd edilir. Hərçənd ki, əksəriyyətinin fasıq olduğu qeyd edilir.